Ha, bu olay yoxsa olmaz. Alimlərin iki məşhur görüşü var. Birinci görüşdə olan alimə deyiblər ki, haramdır. Zoraba məhz çəkmək olar, olmaz barəsində ixtilaf ediblər. Orada iki görüş var. Orada ixtilaf var alimlər arasında. Burada alimlər ixtilaf ediblər. Lakin bir qrup alimlər deyiblər ki, olar. Əzan barəsində ixtilaf var alimlər arasında. Bu barədə ixtilaf var. Namaz məsələsi ki, ixtilaflı məsələdir. Alimlər arasında ixtilaf var. Bu barədə müəyyən ixtilaf var. Bunun özündə də ixtilaf var. Qısaltmasında ixtilaf var. Alimlər arasında məsələdə ixtilaf var. Sadəcə ixtilaf var. Burada da ixtilaf var. İxtilaf var məsələdə. İxtilaf var. Özündə də ixtilaf var. Geniş ixtilaf vardır. Barədə də müəyyən ixtilaf var. Yəni alimlər arasında ixtilaf yaranıb ki, Bunun özündə də ixtilaf var. bu da ixtilaflı məsələdir. Bu barədə geniş ixtilaf var. Geniş ixtilaf var. Bu barədə ixtilaf var. Yəni misvakı hansısa əllə tutmaqda ixtilaf gəlib ki, namaz qılmayan hökmü haqqında ixtilaf var. Əhl-i-Sünnə alimləri ixtilaf edib. Yəni dəlillər haqqında alimlər 7 görüş gətirir. Bu barədə ixtilaf var. Barmağın tərpənməsində də ixtilaf var. Yəni oynanılmasında da ixtilaf var. Bu barədə ixtilaf var. Bu barədə ixtilaf var.